Cəmşid, sən bilirsən ki, bu yaxınlarda gənc insan İsa Şahmarlı intihar eləmişdi. Hansı ki, o da cinsi azlıqların nümayəndəsi idi və bu bir çox müzakirələrə səbəb oldu. İlin əvvəlindən demək olar ki, hər gün ölkədə kimsə özünü öldürür. Sənin bu intihara münasibətin necədir? Bir də bu cinsi azlıqlara və onlara qarşı olan nifrətə münasibətin necədir bizim cəmiyyətdə? Ümumiyyətlə, mən cinsi azlıq sözünün özü mənə aydın deyil. Yəni, azlıq nə deməkdir? Ümumiyyətlə, bu kütləviliyə qarşı olmuşam mən həmişə. Və də bu cinsi azlıq deyirlər. Belə qavrama mənim beynimdə bu yoxdur. Cinsi azlıq nə deməkdir? İnsan yaşamı boyu özünə nə uyğundur, nəyi tərcih eləyirsə, onu sərbəst şəkildə həyata keçirə bilər. Biriləri istəyir homoseksual münasibət yapa bilər, lezbiyansılığı tərcih eləyə bilər. Çoxlu burada şeylər var. Yəni, burada kimisə azlığa ayırmaq düzgün deyil və də insanlara şəxsi həyatına qarışmaq, belə bir şeylər olmamalıdır. Aşırı dərəcədə bu şərq aləmində bu biabırçı vəziyyətdədir ki, 21-ci əsrdə insanların hər hansısa bir seçiminə görə onları linç edirlər. Ümumiyyətlə, mənim belə bir düşüncəmdə belə bir şey yaranıb ki, bu sırf gənc insanın özünü öldürməyi, hansı ki, deyir ki, mənim rənglərimi daşıyacaq gücdə deyil dünya, belə çox faciəvi bir şeydir. Necə yəni ki, insan ona təpki olunur, hansı həyat ki yaşayır və də onu özünü öldürür. İndi bu insan nəyə görə özünü öldürür? Mən bunu biraz geniş şəkildə şərh edəcəm. Çünki mən özüm də bekar vaxtlarımda intihar eləməyə çox meyilliyəm. Amma bu intiharın motivləri ki var, Azərbaycanda çox belə ucuzlaşdırıblar bunu. Ancaq bu sırf bu məsələnin üstündə mən gedmirəm bunu. Bu mentalitet məsələsindən bağlıdır. Mentalitetə mən belə bir tərif vermişəm ki, sırf Azərbaycan mentalitetindən gedir. Bütün iyrənclikləri özündə daşıyan ya və yaxud da belə deyək də ehtiva eləyən şeyə, formuluya Azərbaycan mentaliteti deyilir. Çünki o eybəcərdir, yaramazdır, büsbütün namussuzluqdur. Çünki Azərbaycanlı danışır həmişə namusdan, halallıqdan, qeyrətdən, amma arxa planda həmişə bunun əksini eləyir. Məsəl üçün, hacı gedir Kərbəlaya, həccə gəlir, yaramazlıqla məşğul olur. Biri deyir ki, mən bəli, çox namusluyam, amma arxa planda hər zaman bildiyimiz kimi çox belə bir iyrənc hərəkətlər eləyir. O birisi deyir ki, mən yox, xeyriyyətiyəm, hər zaman ehtiyacı olanlara kömək edirəm, amma o orada özü üçün qamarlama prosesini bilmir, belə şey olur da, baş qəhrəmanı olur. Bu intiharlar məsələsinə gəldikdə, bizim insanlar nədən intihar edirlər? Belə çox bəsit səbəblərdən. İntihar olur. Ana özünü öldürür. Niyə? Əri bundan şübhələnilmiş. Bax, nə böyük şey olub. Filankəs özünü öldürdü. Borcu varmış. Necə də böyük fəlakətdir bir şey. Filankəs özünü öldürdü. Buna psixoloji təzyiq eləymişlər. Nədir ya bu? İntihar elə. İntihar insanın içində hər zaman dolaşan bir şeydir. Yəni ki, bunu bilmirəm. İnsanlar bilir ya bilmir. Çox erkən yaşlarda hər kəsin içində bir intihar ab-havası olur. Amma o, bu dünyəvi şey deyil. Mən bayaq da dedim ki, mən də bekar olanda intihar eləməyə çox meyilliyəm. Amma intiharın da bir nəysə motivi olmalıdır. Mən demirəm, belə bir yer kürəsinin yerindən oynadaq. Yox. Amma sən ərin səndən şübhələnib və yaxud da sənin borcun var, kimsə sənin cinsi azlığın nümayəndəsisən dedisə, sən intihar eləyəcəksən, bu çox zəiflikdir. Demək, sən bu şeyləri özündə daşıya bilmirmişsən. Nəyisə eləmək istəyən, sən onun üstünə gedməlisən. Daca çıxmalısan üstünə. Ancaq əlbəttə ki, intihar çox belə güclü faktordur.
yer kürəsində əgər sən yaşayırsansa və də yer kürəsində nələrin baş verdiyinə azacıq xəbərin varsa, sən intihar eləməlisən. Yəni ki, mənim özümün 38 yaşım var. Mən intihar eləmədiyimə görə özümü qınayıram. Amma mənim intihar eləyəndə mən durub bu hansısa bu sarsıq səbəblər göstərməməliyəm. Mən deməliyəm ki, bəli, mənim keyfim istəyir, mən intihar eləyirəm. Mən qoymuram Məhəmmədin Əzrailləri gəlib məni aparsınlar və də başqa hansısa bir axmaq səbəblərə görə ölmək. Keyfim istəyir, intihar edirəm. Budur. Yoxsa ki, kimsə sənə, məsələn, balaca bir dənə çırpma vurdu, sən qaçdın, özünü öldürdün. Komandir səni kontrol almağa göndərdi, özünü öldürdün. Əlin səndən küpələnib, sən getdin, özünü öldürdün. Bu çox belə cılız bir şeydir. Yəni ki, bu, belə deyim də, bu kinoda belə indiyski variantı var. Bu da həyatın belə bir Hindistan variantıdır, bayağı şəkildə. Bu nə ölməkdir ya? Biraz abırlı ölün. Yəni, söhbət bundan. Amma bu gənc adamın ölməyi, bəli, çox faciəvidir. Bugün mən oxudum, bizim çox hörmət elədiyim Hacı Zami. O deyir ki, Azərbaycanda doğulmaq özü elə bir intihar kimi bir şeydir. Daha bunun da üstündən durub intihar eləmək, bu nə demək? Yəni, biz artıq bu Azərbaycanda doğulmuşuqsa, bu intiharın bir formasıdır. Daha nəyə intihar edir? Gözlə qoy sənin Məhəmmədin Əzrailləri gəlib aparsınlar. İndi orada cəhənnəmə gedəsən, cənnətə gedəsən, o, əlhəmdülillah, müsəlmanlara kömək eləyəcək Məhəmməd, o, onların özü şeydir. Bəli, mentalitet adlı yaramaz canavar insanları məhv edir, o hər yerdədir. Evdə, çöldə, İstənilən bir yerdə, yəni ki, mentalitet insanları məhv eləyir, onları saxtakar eləyir, boğulub onları. Heç kim özü kimi ola bilmir. Bizə qorxaqdır bizim adamlar. Nə evdə ata öz anasını, balasını sevə bilmir, bala anasını sevə bilmir. Hamısı belə bu mentalitetin onları ki, örgədib, belə saxtadır. Bu mənim atamdır, mən bunu sevməliyəm, bu qardaş. Bu mənim əmim oğludur. Yerə batsın sənin əmi oğlu kimdir, dayı kimdir? Bu adamlar başa düşə bilmirlər ki, insanlar yaşamalıdırlar, sərbəst şəkildə. Burada kiməsə heç bir imtiyaz verilmir. Sadəcə sən bilməlisən ki, kiminlə nəyəsə paylaşa bilərsən, ortaq şeylərin var. Yoxsa ki, mən uyğunlaşdırım həyatımı ki, mən saqqal saxlamışam belə, filankəs deyəcək ki, Cəmşid Qalıboydu, bunun əmisi oğluna problem yaradacaq. Gözüm aydın. O yaransın. Mən onun üçün yoxam, bədə o da mənim üçün yoxdur. Mən öz həyatımı yaşayıram. Mən istəyirəm, saqqal saxlayıram. Əgər mən bununla qalıboy olacamsa və də o ona təhsil eləyəcəksə, qoy olsun. Bu cür axmaq düşüncələrlə ki, bu bizim cəmiyyət yaşayır, biz bədbəxtik. Nə danışırsan? İnsana saqqalına görə qalıboy demək, belə bir şey olurmu 21-ci əsrdə? Bu qədər şeylər baş verdi, yer kürəsinin məhvərindən çıxdı, bütün xalqlar inqilab eləyiblər. Biz ancaq qalmışıq bu müsəlmanın geridirmə dəyərlərin əlində. Filankəs namusludur, o birisi namusludur. Bunun qızı orada qəhbərlik elədi, bu belə. Belə şeylər olurmu ki? Bu olmaz belə. Yəni ona görə, bu saxta şeylərə görə bu insan intihar edib, bəli, bizim hamımız buna görə 21-ci əsrin cəmiyyəti olaraq sivilizasiya çox ayıb bir şeydir. Hamımız məsuliyyət daşıyırıq buna görə. Necə yəni insan öz seçiminə görə buna təzyiq edirlər, ailəsi buna imtina elədi və də bu getdi intihar elədi. Nə qazandınız? Kür sizin başınıza, öz dilinizdə deyirəm, qarğış edirəm sizə. Ayıb olsun. Adamlara yaşamaq imkanı vermək lazımdır. Heç kimə görə cavabdeh deyil. Mən bunu tərcih eləmişəm, bunu da yaşayıram. Əssalam. Sən özün ged yaxşı insan ol, namus, qeyrət, saqqal uzat, nə bilim, dabanıba kimi. Tualetə gedəndə çirkava bulaşsın. Qoy sənə desinlər ki, bu yaxşı hacıdır. Belə, mən də başqa cür yaşayıram. Kim sizə səlahiyyət verib ki, insanları suslayasınız? Bax, budur problem. Adamlar bunu başa düşmürlər. Ancaq bəli, insanların intihar eləmək hüququ
çox gözəl bir şeydir. Kim istəyirsə o intihar eləyə bilər. Amma bu normal bir şey olmalıdır. Bu belə boş şeylərə görə intihar eləmək olmaz. Belə prosta intihar elə. Keyfim istəyir, öldürürəm özümü. Zəhləm gedir sizdən. Bunu deyək. Amma mənim məsəl üçün bu bayaqdan sadaladığım səbəblərə görə intihar eləmək çox belə şeydir də, ucuzdur. Olmaz belə şey. Saxlayın da bunu. Biraz yavaşlayın. Və də Azərbaycanlıların əlinə belə deyirlər də, il arasına dəstəvuz vermək, yəni ki, bəhanə vermək. Bunlara görə dayanmaq lazımdır. Çox azıq axı biz. Mübarizə aparmaq lazımdır. Bir şeyləri bəlkəm dəyişdiyi, bəlkəm 200 ildən sonra o qədər də bilmirəm, yaşayan olacaq. Varmı belə bir insan? Yoxdur. Çox pis. Məyusdur. Bizi bu bataqlıqdan nə çıxara bilər? Ədəbiyyat. Ona görə də şeir oxumaq lazımdır. Bir çimdik tütünə dönüb, siqaret kağızına bürünüb, yanına gəlsəm, əlində kirisəm, sıxıb məni barmağının arasında, o üz bu üzə çevirsən, yandırsan məni kibritinlə, saçlarına, köynəyinə höpsəm, barmaqların toxunsa kağız paltarıma, nəfəsinə kepçib sevilsəm, sevinsəm, çəksən qoxumu ciyərinə, təpədən çıxan tüstüdən daltsan, axırda söndürmək üçün yanağımı, kötüyümü külqabına uzadarsan. Belə.